Hər kəsə salam dostlar. Pro Gənclər kanalına xoş gəldiniz. Bu günləri çox super bir video ilə qarşınızdayıq. Necə bir video olacaq Vüqar? İkimiz də elə bil ki 5 manatla bir gün keçirdəcəyik. Gördüyünüz bu 5 manatla bir gün keçirdəcəyik. Görək nə gəlir də başımıza. Bir dənə onu deyim, kanala abunə olmağı, videoları bəyənib paylaşmağı əsla unutmayın. Nəysə, indi keçək. Keçək artıq 5 manatla bir gün keçirtməyə. Dostlar, indi isə gördüyünüz kimi deməyim, yəni yavaş-yavaş gedirik Vüqar. Hara gedirik? Nə bilim, hara gedək? Məncə birinci biraz gedək yemək yeyək, dönər yeyək. Burada harda Vüqar? 1 manatlıq ya da biraz ucuz dönər var. Ucuz. Gedək də o Sum tərəfdə olar, gidiyor. Sum tərəfdə olar. Nəysə dostlar, indi isə yavaş-yavaş gedək bir dənə dönərimizi yeyək. Dostlar, indi gördüyünüz kimi bizə dönərə çəkiliş icazə vermirlər deyə Vüqarı göndərmişəm dönər almağa. İndi gözləyirik. Dönərin də qiyməti 1 manat 20 qəpikdir. Gözləyək dönərimiz hazır olsun, ondan sonra dönərimizi yeyəcəyik. Dostlar, artıq dönərimizi aldıq. Onu da deyim ki, dönər 1 manat deyildi, 1.20 deyildi, 1 manat idi. Almışıq, yəni Vüqarda da 4 manat qalıb, məndə də 4 manat qalıb. Artıq Vüqar dönərləri alır. Yəni bir dənə kamerada Vüqarı göstərərsiniz. Götürsən yaxşı olar bəlkə Vüqar. Yəni dostlar, götürdük dönərimizi. Yəni burada Mən tuturam, sən burada çəkiliş icazə olmadığına görə qoymadılar. Biz də arxadan çəkdik ki, yəni götürdük də. Yəni 1 manat elədi bu dönərlər. Heç nə. İndi isə yavaş-yavaş yeməyə də yeməyə. keçid almayaq, yavaş-yavaş yeyək. Nəysə dostlar, dönərimizi yeyək, sonra isə qarşıda nə eləyəcəyik ona da baxarıq. Dostlar, artıq gördüyünüz kimi əlimizdə yəni heç nə yoxdur. Dönərlərin hamısını yedik, qutardıq. Bir də gedək, hara gedək? Məncə indi mən marketə getməsəm, bir də özümə su alacam. Sən nə alacaqsan? Ya marketə gedim, özümə kontikdən zaddan alım. Kontik nə edirsən? Yemək yemirsən də? Şokoladlı da. Marajını al. Ya, şokolad qəşəngdir. Dostlar, sizcə biz 5 manatla bir gün keçirdə biləcəyik, yoxsa yox? Dostlar, deyəndə Vüqar, səncə? Keçirdərik. Bu videoya nə qədər like istəyirsən Vüqar? Nə bilim, gəlsin də elə. 3000 zat. Məncə hələ də bu videonu like eləməmsiniz. Yəni ki, bir dənə sizdən onu xahiş edirəm ki, bu videoya bir dənə like atın. Yəni sizdən heç nə getmir, nə də ki biz ondan da pul qazanmırıq. Prosta orada yəni bizə bizim elədiyimiz videoya hörmətimizi göstərsiniz ki, nə qədər like gəlib, nə də gəlməyib. İndi isə yavaş-yavaş keçək. Gedək bir dənə mən marketə gedəcəm. Yaxşı. Dostlar, artıq gördüyünüz kimi bir dənə market tapdıq. Vüqar indi burada nə alacaq? Mən kontik alacağam. Mən də isə Pepsi alacağam. Yavaş-yavaş keçək marketə. Gəl. Gəl. Salam əleykum. Gəl. Day kontik var. Kontik. Var kontik. Mən bir dənə Pepsi götürürəm. Abi burada nə kontik dostlar? Kontik. Balaca Pepsilərdən var Vüqar. Balaca Pepsi. Ha. Ha. Bu 70 qəpik. Mən bu necədir? Yolar 40 qəpik. Ha. Vüqar, sən öz pul ver. Mən öz pulumu verəcəm. Nihat da öz pulumu verəcək. Ha. Bir dənə bunu da çıxardınız. 30 qəpiyim qaldı. İndi qalıb məndə 3 manat 30 qəpik. 3 manat 30 qəpik. Mən sudan sənə verməyəcəm ha. Sən amma gəl belə eləyək. Mən sudan sənə verirəm, sən də kontikdən mənə ver. Mən verməyəcəm sənə fikrimlə. Çox sağ olun da. Gəlin artıq yavaş-yavaş çıxaq çölə. Dostlar, gördüyünüz kimi artıq aldıq hər bir şeyimizi. Nə tutma? Nə içsə? Tutun da şey tutun. Sən gözlə, mən bura qoyacağam. Ola, dərmə yapışdı. Nəysə dostlar, aşağı bir dənə suyumuzdan içək. Vüqar, gəl dəyişək. Sən mənə Bir dənə verim, sən də mənə. Bir dənə ayrı çək, bir dənə ayrı çək. Yox, bir dənə belə görüm. Sən mənə bu boyda verəsən. Bu boyda su verəsən. Cəhənnəm ola, nə boyda su verəsən? Hala sən bir dənə. Sən bir dənə niyə? Gör nə boydadır mənim şey. Alam. Vüqar, hara gedək? Bir də Dönər indi yemişdik, niyə kontik aldın ki? Şokoladdır da. Qəşəng adama enerji. Şokoladdır da. Enerji verir adama. Hara gedəcək? Bir də onu dəqiqləşdir. Bunu da saxlayıram biraz üçün. Sən verməyəcəm. Hara gedək Vüqar? Bilməm, hara gedir? PlayStation oynayaq. Ha, peşə. Dostlar, indi isə artıq yavaş-yavaş keçək PlayStation oynamağa, yer tapaq sonra. Gedək.
Dostlar, artıq gördüyünüz kimi bir dənə PlayStation yeri tapmışıq. Tapmışıq, Error klubdur, yəni istəsiniz siz də gələ bilərsiniz. Qəşəng yerdir, görünüşündən. Yaxşı da Vüqar, ta indi yazıcımıza keçək. Vüqar, saatı təxmini nə qədər idi? Saatı, nə bilim ki, soruşaqdır, təxminləri kiçik Gəlin. Vüqar, artıq məncə keçək öz yerimizə də. Dostlar, artıq gördüyünüz kimi bir dənə PlayStation yeri tapmışıq. Vüqar, saatı nə qədər idi? Saatı 2 manat idi. Pulu çıxart. Elə bir nihatdır, 1 manat verdi, mən də 1 manat verib oturub pis çıxacaq. Pes vuracaq, qalıb pes oynayır. Gözlə. Səndə nə qədər qaldı? 3 manat 60 qəpik. 60 qəpik? Keçsəydik. Pepsi 40 qəpik idi, ən balacalarından aldım. Gələ. Ver, manatı ver. Şiddi eləmə ver. Gözlə. Sən də, elə bildim 4 manat amma. Vüqar, apar 2 manat bir saatın pulunu ver. Verirəm. Dostlar, mən Vüqara burada yalan danışmaq istədim, qəpikləri verib başını aldatmaq istədim. Gördüyünüz kimi o alınmadı və misyon fail etdi. Dostlar, artıq gördüyünüz kimi bir dənə kameramamızdan xahiş edirəm oranı göstərsin. 4-8-i qoşmuşuq, başlayırıq oynamağa. Vüqar, hansı komandanı seçəcəksən? Mən dünya karmasını seçirəm həmişə. Bilirsiniz də o dünya bütün güclü oyunçular. Sən hansını? Səncə? Barsanı. Həmişə Barcelona. Nəysə dostlar, indi keçək yavaş-yavaş oynamağımıza. Vüqar, gəl mərc eləyək. Əgər bu oyunu mən utsam, bütün pulumu götürürəm. Yox. Niyə? Yox. Bilirək həmişə udursan ona görə. Yaxşı oynamıram mən də. Mən neçə aydır başladım? 5-6 ayda oynaya bilirəm belə. Normal. O da ki, hələ də güclü oynamır. Vüqar, keç bu tərəfə. Hə, keçdim. Yəni Barcelona seçsin. Buna çək Karmalar Ligi, dünya karması. Bomba kimi. Barcelona həmişə kimi. Sastava keçək. Gəl bizi çək. Vüqar, sastav qoşa. Sastavı mən qoşa bilirəm, niyə bilirəm o? Yox şu. Gözün dostlar, hələ limon tez taxım. Yox, Daniel Alves yox, Marselolardadır. Az ağızva gələn var. Düzdür də Marcelo burada olur da. Marcelon yerini də əzbər bilir artıq. Oynayıram, nala. Nəysə dostlar, indi isə artıq yavaş oyununuzu başlayanda sizə indi baxarsınız, görək kim udur. Gördün mü lan seni? Bu kimdir? Boyuna salata var. Dostlar, bir dənə səs istəyim. Mənim 109 nömrəli Müseyib adlı oyuncum var. Yox, çıxart da onu. Bir də onu çəksən yaxşı olar. Niyə saymır ola? Bu cür oyuncu var ya burada. Yox, heç tanımıram mən. Barcelona keçib tanımırsan hətta. Ondan danışma. Vüqar, bəlkə bu oyunda mərc eləyək. Birdən şey də olar burada. Adı nə idi onun? Əfran olar. Vüqar. Ay Vüqar. Bu gün mərc eləyək. Mərc eləyək, amma nə qədər? Mən utsam, mənə 60 qəpiyi versən. Hə. Amma sən udursun. 30 qəpik verəcəm. Yaxşı. Dostlar, keçid alaq oyunumuza və mərcimizə. Dostlar, artıq oyunumuzu başlayırıq. Bir dənə oyunumuzu seçsən yaxşı olar. 1, 2, 3, getdik Vüqar. Dakika verib Vüqara bir dənə qol vurub. Hər kəs qol dedi. Haydi gol geliyor. Offside olmalıdır ya. Gol. Gördüğünüz kimi. Barcelona vurdu, gol oldu. Offside, Allah qapsaydı. Ağzıma gələn danışma, offside var. Offside idi. Dostlar, bu oyun məndə çox spesial. 30 qəpik iyisi gəlir. 30 qəpik iyisi gəlir. Neysə, dostlar, artıq keçək. Nə keçək, gözlə indi sənə. Yazam bizə. Vüqar, ikincinə vuracam. Offside olmasın. Yoxdur. Oy! Neysə, indi biraz oyunumuzu oynayaq, sonra yenə də davamını çəkərik. Dostlar, artıq gördüyünüz kimi Vüqar mənə bir dənə qol vurdu. Qol vurdum, prosta çəkə bilmədi. İndi bir dənə pozisyon təkrarına baxacaq. Ya, indi qoydum, baxın. Qola bir dənə baxın, bir dənə. Mən nə qədər reaksiya göstərdi. Aşırdım aya, görürsünüz, bir dənə mənə çək.
Gör bir Mən nə qədər istədim qapısını çıxardım, qolu mane olmadı. Yenə də davam eləyək oyunumuza. Hə, tamam. Dostlar, gördüyünüz kimi oyunun hesabını yenə mən dəyişdim. Bir dənə qolu göstərək. Bir nömrəli atak buna deyərəm mən. Offside idi orada. Offside idi ya müəllim. Az ağzıva gələn danış. Allah Of. Vüqar, nə deyirsən bu qola? offside ya. Oyunumuza davam eləyək. Kimsə desin. Az danış. Dostlar, artıq gördüyünüz kimi Gördüyünüz kimi mən bir dənə də qol vurdum. Gözdə pozisyon təkrar. Gözdə. Baxın. Baxın. bəxtəbəxt vurdu. Nə bəxtə ha. Və 60 qəpisi gəlir. 60 qəpik. 60 qəpik. Neyse dostlar, davam edək oyunumuza. Dostlar, gördüyünüz kimi Vüqar mənə bəyaqları elədiyim əks yüzümdə arxadan patkat girsə də yenə Nihat öz qolun vurur. Öz kimi bir dənə göstərir. Və bir dənə çəkirsən, bir dənə zərbə indirirsən və oyunu qalib gəlirsən, 30 qəpikdə götürürsən. Hələ ki 5 dəqiqə var, hələ 5 şeydə onlar. 5 dəqiqə ilə hesablayaq, oyunumuzu davam edirik. Dostlar, oyunun axırıdır. Ala, bu niyə belə eləyir? Bir dənə qol vuracam sənə. Bilməsin. Bir dənə 90 artıda vursan bomba olar. Davay vaxt aparmaq. Şiddi eləmə də. Gedirik ataka dostlar, gördüyünüz kimi. Qəşən. Və oyunu Nihat qalib gəldi. Gördüyünüz kimi dostlar, artıq məğlub olan şəxs burdadır. Vüqar, öz istərvinizə bölüşmək istəyin. Baxdı utdun da, neçə? Yaxşı görək, 3 tutdum. Amma bir dənə sizə söz göstərim. Topa sahibi olma, Barcelona həmişə kimi. İsabətli pas 77-nin 74-ə, 57-nin 40-a və Vüqar, öz pulumuz nə qədər idi? Sənin öz pulun... Mənim pulum yox, sənin pulun. Məndə 2 manat. 2 manat. 30 qəpikdir, səndə də al. Ver 30 qəpik və championship. 2 manat nə qədər oldu məndə? 3 manata yaxın oldu. 2 manat 90 qəpik. Yəni belə hesab olsa 3 manat, yəni mənim pulum oldu. Vüqarın 2 manat pulu qaldı. Vüqar, indi isə nə edək? Neyək? Bilmirəm. Hə? Hara gedək? Yemək yedik, PlayStation oynadıq. Bu sizə çay içməyə gedək. Nə bilim, çay içməyə gedək. Başqa şey deyil. Məncə hələ ki biraz fikirləşək, sonra bu videoda sizlərlə bölüşərik. Elə başlayanda görərsiniz də, indi demirik. Yəni yadımız fikirləşənmirik hara gedək. Deyərik, oturanda çəkərik ki, hə gəldik bura. Belə. Oldu. Dostlar, artıq fikirləşdik ki, mən market etmək istəyirəm, Vüqar. Amma fikirləşmisən. Fikirləşmədən. Sən nə fikirləşmirsən, sən Allah. Mən marketə gedib bir dənə qəşəng özümə hel alacağam. Nə? Hel. Nə? Helim yoxdur. Dostlar. Ay dostlar. Halın yoxdur. Helim yoxdur, ona görə bir dənə hel alım. Helim güclü olsun. Mən də ki, gedimlə marketdən su alacağam, bayaqdan suzlamışam. Sonra gedək bir dənə tanıdığım yer var, orada bir dənə yeməli bir şeylər alarıq. Yeməli yaxşı gedərik. Hə? Nəsə keçək. Marketi keçək. Dostlar, artıq bir marketə yaxınlaşmışıq. Prosta orada çəkişə icazə vermirlər deyə bir dənə girib nə istəyirik alıb çıxacağıq bayra. Alacaqsan, sən nə olur? Mən bir dənə sok alacağam. Bir də görüm, ürəyim hələ yeməli bir şey istəmir. Hel alacağam bir dənə. Nə? Hel. Nə? Nəysə, Vüqar getsin, helini alsın. Mən də isə bir dənə özümə sok alacağım. Mən olsa sok alacağım. Vüqar, sana sok, bana sok. Nəysə dostlar. Hə, nəysə. Tamam, başlayalım getdik. Dostlar, gördüyünüz kimi mən bir dənə kola ilə özümə jelibon aldım. Biri ağzına gəl. Nə yazır orada? Nə yazır? Jelibondu. Sən nə almısan özünə? Nə almısan özünə? Mən hel almışam. Biraz qarşıya gəl, Vüqar. Mən hel almışam. Nə almısan? Hel. Nə? Hel deyir. Bir dənə o mənası nədir? Bir dənə o mənə baş sal. Hə. Jumble yazılır. Hə. Olmaz. Oyu bu yerə soxum sən. Nəysə, gözləyim canım. Hə, nəysə. Vüqar, istəyirsən bundan? Hə. Ged marketə var, da olur. Bəlkə mikrofonu mənə tutarsan, mən danışım. Tanış. Deyirəm marketə vardı, ged al. Nəysə də, indi isə dostlar, gedək çaya. Gedək çaya. Gedək çaya. Sonra nə yapın qaba? Yaxşı başlayır. Mənim bir zaman pulum var. Yaxşı da.
Amma məndə 2 manat. Mən buna verdim axı. 2 manat. Bu kola 40 qəpik idi, bu jelibon da 50 qəpik və Məndə mənim də 1 manat idi, 1 manatım qaldı. Gedi. elə bil onunla danışırıq. Hə, çayla. Çay gəl. Elə bil məndə 2 manat pul qaldı, Vüqarda isə 1 manat. Vüqar hara gedək? Çaya. Yarı-yarıya qoyacaq pulu. Hər. Nəsə dostlar, keçid alaq çayxanamıza. Gördüyünüz kimi artıq mən bir dənə özümə dönər aldım çünki acımışdım. Vüqarın da hələ elində 1 il bundan əvvəl aldığı hel qalıb. Bəli. Mən də bir dənə dönər miyim? Vüqar tut bir dənə qıdam şey. Nə verir? Biraz ver. Oy, cəhənnəm o 1 manat pulun qalır. Yox, olsa nə qədər pul qalır? 1 manat. Hə, get dönər al. Ver də mənə. Nəysə. Vüqar hara gedəcəyik? Gedəcəyik çaya. Nə qədər pulumuz qalıb? Mənim də artıq 1 manat pulum qalıb. Mən Vüqarın da 1 manat pulu qalıb. Yavaş-yavaş gedək çayxanaya. Bəlli çay. gedirik çaya. Hə, nəyə baxsınız? Nəysə, indi gördüyünüz kimi ən axırıncı mənim pulum 1 manat. Məndə də 1 manat. Çox böyük summa var yəni burada. Yəni ki, ən axırıncı video çaydır. Yəni bunu sizə qabaqcadan demişdik ki, Kontiki mən saxlamışdım ki. ay yaxşı, ver. Bir dənəsini ver. Vermirəm. Bir dənəsini, mən sənə su vermişdim. Mən də kontik vermişdim da. Vermirsən ki? Yox. Bir dənəsini ver də, yarı böl. Su vermişdim sənə. Nə olar ki? Yox, ona görə aldım. Qaqaş, ay qaqaş, birazdan sonra həll edərsən. Yox, indi alınmır. O tərəfdədir uşaq. Ha. Hələ baxma, yenə. Bir dənəsini ver. Bir dənəsini ver. Vermirəm. Nəysə dostlar, bu videonun sonuna gəldik. Bu video üçün nə qədər like istəsən ya? 10.000. Yaxşı da. Doğrudan. 100.000. Bu videoya bax. 1 milyon. Deyirəm. Yox, bir dənə seriozdur. Bu videoya Nəysə dostlar, bu videonun da sonuna gəldik. 10.000 gəlsin. Nəysə bu dost 5000 like gəlsin. videonun da son. Şit deyirəm ha, bu videoya. Hə, nə qədər yaxşıdır. Hə, bu videoya 5000 like gəlsə 1000 manatla bir gün keçirəcək. Hə, bilirik gəlməyəcəkdi, siz eləməyəcəksiniz, onun üçün bu elə deyir. 1000 manatla bir gün keçirəcək, gəlsə. Nəysə dostlar, bu videonun da sonuna gəldik. Kanala abunə olmağı, bu videoları bəyənib paylaşmağı əsla unutmayın. Heç nə. Heç nə, sağ olun. Hər kəs salam dostlar, mən Vüqar, kanalıma videoya xoş. Nə oldu? Pro Gənclər zət demək Hər kəs istədim. salam dostlar, Pro Gənclər kanalına xoş gəlmədiniz. Sən kanalda Gəlmədiniz dedim də, bırak, gəlmədiniz. Bunu kim getdi bura? Mən Türkiyədən qaça-qaça gəldim ki, bir dənə Vüqarla Bu çıxardım kanaldan. Bu gəldiyə yenə həyatımın pazı. Nəysə dostlar, bu günləri yenə gün keçirtmə videosu çəkirik. Bu nədir belə? Bu nədir belə? 10 manat. Yəni dostlar, gördüyünüz bu 10 manatlarla göstər. Bu 10 manatlarla bir gün videosu çəkirik. Yəni sizin də çox xoşunuza gələn bir videodur və onu da demək istəyirəm. İyi butondan da mənim kanalıma abunə ola bilərsiniz. Bəli, indi isə Siz neyəcəkdik indi 10 manatla? Nəsə biraz fikirləşdik. nəsə bir də fikirləşmişik əslində biraz. İndi bir də nəsə bir yemək zad yeyək. Yenə də həmişə olduğu Həmişə olduğu Çünki kimi, bu sonra- acından ölür də vetsi bu uşaq beləsə yəni ki. İndi keçək videoya dostlar, Görək- görək nə gəlir başımıza. Bəli dostlar, indi gördüyünüz kimi hal-hazırda mən 1 manat 50 qəpiyə dönər və yanında 50 qəpiyə kola almışam. Amma Vüqar yanında yoxdur. Niyə Vüqar yoxdur yanında? Çünki Vüqar da girdi füyüstü almağa. Özünə bilmirəm nələrsə alıb eləyib. Amma dostlar görəcəksiniz, mən pulu az xərcləyəcəm. Vüqara çox xərclətdirəcəm. Bax mən sizə bu söz deyirəm. Heç dostlar kanala abunə olun və bu videoya da gözəl bir like atın. Gözləyirəm indi Vüqar gəlsin. Bəli dostlar. Artıq gördüyünüz kimi, amma mən füyüstü demişdim. Vüqar gəlib ayran alıb gəldi. Görürsüz Mən də. ayran aldım, füyüstü tapanmadım ona görə. Nə qədər pul xərclədi Vüqar? Buna mən 70 qəpik pul verdim ayrana. 2 dənə də hot doga 70 qəpik pul verdim. Hə. Yəni hamısına 70 qəpik pul verdim də elə bil. 70-70. Hə, 71 40 210. 2 manat 10 qəpik Vüqar verdi, 2 manat mən verdim dostlar. Mən də gördüyünüz kimi bir dənə dönər almışam. Bir dənə bu tərəf qolumda kola var. Və indi isə nə qədər pulumuz qaldı? 7 manat 90 qəpik Vüqarda qalıb hal-hazırda, 8 manat məndə qalıb. Amma onu da demək istəyirəm ki, indi birazdan gəlib mən 1 manatlıq kontur vuracam. Amma sən orada yaxşı hərəkət eləmirsən. Sən 50 qəpik verib kontur vurmalıyıq. Allah nə 50 qəpik 50 qəpik sən
zəng eləyirsən bir dənə taksi şirkətinə. Hə. Eləməyək də reklam. Misal, yığacaqsan ona. Hə. Ən ucuz taksində mən bilirəm hansıdır. Hə. Gözlə şitdi eləmə. Mən yığıram ona. Sən yığırsan ona 5 qəpik konturun çıxır. Всё. O 95 qəpik də qalır sənin öz cibində. Hə? Bildim yetim. Hə, şöyle mən niyə 50 qəpik verməliyəm? Yaxşı, vermə bu qədər, lazım deyil. Nəysə dostlar, birazdan amma məncə taksi ilə gedəcəyik. Hara gedəcəyik bu qədər? Narmova gedib bir damızı parka zada görək. Parka, atraksiyonlara falan minib elə. İndi isə bir dənə nə olar, icazə ver yeməyimi yeyim də mən burada. Yedə ola. Bəli dostlar, artıq yeməklərimiz bitdi. O nə idi ki? Hə, ver. Allah məndə sim donsuz. Nə edirəm sənin konturu? Bir dəqiqə gözlə də, bir dəqiqə gözlə. Allah mikrofon əlindən necə siləsən? Dostlar, hal-hazırda mənim cibimdə mən nə qədər pul idi? 8-7 manat pul qaldı. Vüqarda isə 8 manat. Narahat olmayın. 8 manatın başına 7.90. Vüqarın pulun başına mən daş salacağam. Konturda ona görə aldıq ki, taksiyə zəng vura bilək, hansısa bir dənə taksini çağıracağıq ona görə. Heç dostlar, indi gedək bir dənə açıl yaxşı da tabii bu qədər. Sin kontur istəyənlərə vurun. Bu bir sən nə eləmək istəyirdi? Davay vur, konturu vur, gedək taksi çağır. Heç dostlar indi Yolculuq Nərmanovadır, yəni onu deyim də sizə. Taksidə də kadrlarımızı çəkərik. Buyur. İndi isə dostlar yad yığsın taksi şirkətinə. Taksi şirkətinə mən yığdım hal-hazırda. Yığdı, onlar adı boy verib özləri yığırlar. Özləri yığırlar. Amma konturun olmalıdır da. Ən azı bir 5 qəpiyin olmalıdır ki, gərək olar səni geri yığsınlar. Yəni ki, mən vüqar burada maşın gəldi. Zəng gəldi. Zəng gəldi. Alo, salam əleykum. Progenzer kanalına xoş gəldin. Gözlə. Ala şey deyəcək, reklamı gedəcək, eləmi? Mən danışım, sən danışsan. Sən danış. Nə ilə? Salam, biz Sumun qarşısından Nərmanov parkına gedəcəkdik. Sumdan Nərmanov parkına, yəni Nərmanov tərəf. 2 manat 60 qəpik, bəli göndərin xanım. Neçə dəqiqə taksi bizə yaxınlaşar? Sürücümdən də nömrəsini göndərərsiniz də. Hə, oldu. Sağ ol. Təşəkkürlər, sağ ol. Dostlar, 2 manat 60 qəpik, tavay 1 manat 20 qəpik mənə verir. 1.20. Yox. 1.20. 30. Yalan fikirləşdim mən o dəqiqə. 1 manat 30 qəpik vüqar. 1 manat verir. 1 manat 30 qəpik də verir. Dostlar, 2.60. Məndə 6.60 qaldı uşaqlar. Bəli. Nihat, səndə nə qədər qaldı? Məndə 10 manat. 8 idi. Məndə 8 idi. 1 getdi, təzədən 1.30 getdi qaldı. Hələ məndə 2.60 gedəcək birazdan. 6.70 qaldı. Nəsə belə bir şeylər qaldı da. İndi bir dənə taksini gözləyək gəlsin, ondan sonra hər şeyi sizə ardı-ardıcılıqla çəkib göstərəcəyik. Bəli dostlar, artıq gördüyünüz kimi taksidəyik. İndi isə yolculuq Nərmanovadır. Nərmanova. Vüqarla da biz hesablaşmağımızı elədik, yəni. Elədik, həmən. 1 manat 30 qəpik verdin də mənə, hə? 1.30 Vüqar verdi, 1.30 da mən qoydum. 2.60 taksinin qiymətidir, onu verəcəyik. Və dostlar, Nərmanova yəni çataq, orada sizə deyəcəyik artıq oradan sonra nə edəcəyik. İndi isə gedək Nərmanova görə nə edirik. bəli. Bəli dostlar, artıq gördüyünüz kimi Nərmanov parkında gəlmişik. İndi birinci hissə bir dənə Vikingim. Dostlar, Viking dediyim Viking 1 manatdır. Qiyməti 1 manatdır. Amma bir dənə onu demək istəyirəm ki, mənim hal-hazırda 5 manat 60 qəpik pulum qalıb. Çünki Vüqar götürdü dostlar, mənim 1 manatımla kontur vurdu və ona görə mənim cibimdə pul az qaldı. Gözlə, sən ona zəng eləyəndə səndən kontur çıxdı. Qardaşım, kontur çıxmasın, deyir. Mən 1 manatımı götürdüm. Necə yəni? Mən 6 manatla bir gün çəkmək istəyirəm. Səndən kontur çıxmadı axı. Nə olsun qardaş? Nə olsun? Allah heç 5 qəpik də çıxmadı səndən. Option, mən 5 manat 5 qəpik zət çıxacaq. Mən 5 manat 60 qəpiyim qalıb və Vüqarın sən nə qədəri? 6.50. 6.50-si qalıb. İndi isə gedək Vikingə minək və görək sonrası necə olur.
Bəli dostlar, artıq gəmidən düşdük. Ölürük kanka. Doğrudan biraz şey var ha, yəni biraz da olsa yuxarı qalxanda insan ürəyi elə bir çıxır yuxarıdan təzədən bir də belə eləyir. Ürəyim bulandı. O hot dogdakı vapşı içimi qarışdırıb. Vüqara belə belə, ay Vüqar, düzəl özünə gəl. Əslində dostlar, istəyər deyə biz də oturduğumuz yerdə kameraya çəkə bilərik. Sadəcə qorxduq ki, və yaxud düşər əlimizdən. Çəkəcəkdik əslində. Bu telefondan da qorxduq ki, Adamın əlindən düşə bilər. ona görə çəkmədi. Amma dostlar, maraqlı idi həqiqətən. Məndə 5 manat 50 qəpik pul qaldı. Səndə nə qədər qaldı? Mənə 4 manat 60 qəpik. 4 manat 60 qəpik pul qalıb. İndi nə edəcəyik? Bir dənə də ona minək. Maşınlara, Maşınlara. toqquşan maşınlara minəcəyik dostlar. Sonra görək nə edirik. Sonra da görə nə edirik? Hələ ki günümüz davam edir və dostlar onu deyirəm videoya like atmağa unutmayın. Bir də dostlar bu videoya 10.000 like gəlsə, 10.000 like. Vüqar 100 manatdan bir gün çəkəcək. Bir gün çəkəcəm. Bir də ki iPhone 7-nin sahibi və AirPod'un sahibini videonun axırında deyəcəm. Heç dostlar kanala Və onu da demək istəyirəm ki, aşağıdan gələn Instagram hesablarımıza takib etməyi əsla unutmayın. Yaxşı? Heçsə indi gedək görək toqquşan maşınlara minək. Bəli dostlar, indi mən bir dənə getdim özümə füstə aldım maşından düşəndən sonra. Yəni demək istəyirəm ki, bu insanda ayranda var, füstisi də var. Ala Baba deyirəm ayranı ver içsin, Nə vermir. qədər pulun var sənin üstündə? Hə bir də dostlar mən popkorn aldım, 1 manat verdim bu popkorna. Mən də buna 1.20 verdim. Məndə qaldı nə qədər? Məndə qaldı 3 nə qədər? 3.30 qaldı məndə uşaqlar, 3.30. Sən nə qədər qaldı? Məndə 1 manat. Elə 1 manat. 1 manat necə qaldı? Ay. 1 manat buna verdin. 2 manat 60 qəpik. 2 manat 60 qəpik, 3 manat 30 qəpik də məndə. Amma onu da demək istəyirəm ki, dostlar, biz necədir? Popcorn biraz baha idi məncə. Bu da konkret bahadır. Nəyi var bahadır? Deyək uşaqlar mənə zəng gəl. Olmuş da şey deyil. Belə bir buradan zəng bura. Heç nə dostlar, indi görək bu qədər. İndi bir dənə gedib şey oynayacağam. O ayı qazanmaq var ya. Mişqa oynamaq. Bir də kamerana heç nə pul vermirik. Yəni onu da deyirəm ki, biz xərcləməli pul qəş. Alnımın təri ilə mənim qazandığım Kameramana pul. da verərik pul. Nə qədər verəcəksən? Nə qədər verək? Popcorn içsən? Hə, 50 qəpik ver mənə. Verərəm də verərəm. 50 qəpik ver, 1 manat verim də kameramana. Verərik də verərik. 1 manat kameraman haqqıdır. Yaxşı, birazdan. Dostlar videoya like atmağı əsla unutmayın. Yaxşı. Bəli, bayaq da dediyim kimi 10.000 like gəlsə buna 100 manatdan bir gün keçirdə. Səndə nə qədər pul qaldı? Məndə 2 manat 60 qəpik. 60 qəpik. 60 qəpiyi versən bura. Hə. 2 manat 60 qəpik. 60 qəpik indi verəcəm bura. Görə indi nə uda bilirik. İnşallah udarıq. Başla. Davay gedirəm. Birincini başlayır. Hansını birinci şeydir? Nə bilim, ya görə hansı rahat olur. Hə. Nə oldu? Aaaa! Mənə də səhvin düzündən də gələr. Get. Balaca aynı götürəcəm. Bunu götür, bu sarımtıl var ya, onu götürə bilərsən. Götür. Yaxşıdır. Nə alın? hansı? Hansını götürsən ki? Hala yoxdur orada. Hə, onu nə bilmir, oğlum. Götürənməsin axı oradan elə. Yo, ortaya gəlməlisən bu ayını götürmək üçün. Hala o deyil. Ha. Bilmirsən altında olduğun. Hə, elə, hə, götür. Yaxşıdır. Bir damızda. Ay. Mən düzdürmürsən də sən. Bu 20 qəpik elə. Olmur hə şey. 10 qəpik olmur ki. 10 qəpik olmur, ver 20 qəpik. Ver də. Ver, götürün. Tut bunu. Gece oldu bundan zındı mı? Valla. Dur. Sən mən heç nə düşünmədin Allah. Nəsə axırıncıdır, Nihat görək nə edəcək. Böyük ailə gedirəm mən. Onu götürə bilərdin, inansan. Hə, elə bir dənə. Ya Allah. Qaldı Oynayım qəpik. bəlkə. Qəpim yoxdan oynaya bilərəm. Necə oynaya bilərsən? Yəni də indi xırda deyərəm. Axırda eləyib oynayarsan. Mən bir dənə də mən oyun oynayım, görək nə olur. Mən də 50 qəpiklik oyun oynayacağam. Oynayacaqsan? Hmm. Yaxşı. Bəli dostlar, artıq gördüyünüz kimi
3-4 dənə oyun oynadım, uduzdum da orada. Amma əslində bir dəfə oynayıb, bir dəfə udmuşdum. Bilmirəm necə oldu. Sən bana nə qədər 1 manat verdin? Nə qədər pulun qaldı? 1 manat. 1 manat pulum qaldı mənim. Mənim 300 manat 30 qəpik pulum var. 1 manat da bura verəcəm. 1.50 qəpik idi. Elə bir ki, Yalandan danış. şey eləsində, pul versin də hədiyyə oldusan burada elə bir. İştəyəm. Pul versin də hədiyyə oldusan. İndi etsin, keçək ora görə nə edirik. Bəli. Nə oynayacaqsan Mən Vüqar? bir dənə burada bu şeydir, pul versən elə bir udusan da. Yəni bunları tutuzdurmalıdır da Vüqar. Tutuzdursa indi hədiyyə udacaq. 2 dəfə oynayıram. Buyur. Söv. Buna basmalıyam ha, knopkaya. Davay. Yaxşı. Aa. Bir dənə də elə. Gəl bura rəşət. Buradan çək. Tələsmə də. Qardaşım kəllə oldu ha. 2 50 oldu. Hə, saxla. Bəli dostlar, artıq oyunumuz da bitdi. Sonuna gəldi. Niyə sonuna gəldi uşaqlar? Mənə atış gəldilər orada. Basıram knopkaya, basıram. Deyirəm qaqa, mən hələ oynayıram, mənə demir. Də təsəvvür eləyin. Nətsə Nihatın pulunu da götürdüm. Elə öz pulumu da qoydum. Dostlar, videonun ortasına demişdim ki, Vüqara mən şey eləyəcəm. Allah olsun, Vüqar mənə elədi, Allah hamd olsun. Nihat sənin 1 manatın qalmışdı, səndən aldım. Məndən aldı, 1 manat, məndə heç nə qalmıyor. Buna bax, 2 dənə sefə görə, 2 dənə sef verdi. Yabırçılıq da Heç nə, sənin. Allah hamd olsun. Keçsiz elə getməyin ora. 2 dəfə eləyim, pişo. Heç nə dostlar. Hə, dostlar, bir də iPhone 7 və AirPod'un sahibi aşağıda Instagram qoymuşam, Nərmin xanımdır. Xanım izləyicimiz qazandı. Bəli, yəni siz də qarşıda olan çəkilişlərə qatılıb iPhone və yaxud başqa bir hədiyyələr də qazana bilərsiniz. Yəni biz doğrudan veririk. Və dostlar, onu da demək istəyirəm ki, doğrudan da artıq bu videonun da sonuna gəldik. Pulumuz qalmadı deyə. 10.000 like gəlsə 100 manatla bir gün gələcək 10.000 like gözləyirik sizdən. Heç uşaqlar biz əslində nəsə bir gedib nəsə eləyəcəkdik. Nəsə eləyəcəkdik yəni. Atdılar bizə. Orada görürsünüz nəsə. Atdılar bizə. Orada qayıdıb deyirəm, nə qədər pul elədisə, deyir bu qədər pul elədisə. Hə, düzdür. Orada dayandırdıq artıq kameranı və dostlar, onu da demək istəyirəm, aşağıdan gələn Instagram hesablarımızı takib etməyi əsla unutmayın. Kanalıma abunə olun. Və yenə də deyirəm, i butonundan da mənim kanalıma, öz kanalıma abunə olmağı unutmayın. Heç nə dostlar. Sağ olun, salamat qalın. Hər kəs salam dostlar, mən Vüqar, kanalıma videoya xoş gəldiniz. Dostlar, bu günləri gördüyünüz kimi yanımda dostumuz Cəmil var. Cəmil, necəsən? Yaxşısınız. Şükür Allah, mən də yaxşıyam. Dostlar, mən bilirsiniz ki, demişdim ki, bəs ən yaxşı şərh yazan insanla şəklimin altına YouTube-da, topluluqda ondan bir gün keçirdəcəm. Cəmil dostumuz bir dənə şərh yazmışdı. O xoşuma gəldi. Aşağılarda belə axtardım, elədim. Gözəl şərhlərə baxanda nətər şərh yazmışdım, bir dənə yanında deyil. Nəsə yazmışdı ki, nə bilim, məqsədlərim böyüdür, inşallah məqsədlərimə çatasan, zada elə bir şeylər idi. İndi dostlar, ikimiz də bu günləri gün keçirdimə, bir dənə çıxartırsan pulu, 5 manatla bir gün keçirdədik. Nə hisslər keçirdirsən? Vallahi ilk dəfə də verə bilirəm. İlk dəfə də, belə çəkməmsən heç? Bəli dostlar, kanala abunə olmağı, videoya like atmağı unutmayın. Aşağıdakı Instagram hesabımdan da girib məni izləyə bilərsiniz. Bir də dostlar, yəni bilirəm kommentdə yazacaqsınız ki, ay nə bilim, sənə az yaşlı uşaqlar baxır, nə bilim, nə oyan bu yan. Mən burada indi görürsünüz montajda, burada görürsünüz şəkli. Mən orada statistika atmışam. Yəni görürsünüz ki, məndə ən çox izləyən yaş kütləsi 18-24-dür. Yəni mənə deməyin ki, sizi balaca uşaqlar da izləyir. Yəni balaca uşaqlar da izləyir, ona söz yox. İndi balaca uşaqlar da ki, bizim videolarımızla böyüdür. Bəlkə səhv deyirəm, düzdür. Məsələn, sən məni nə vaxtdan da izləyirsən? Mən sənin kanalı ilk açanda. Kanalı ilk açanda. Kanalımı ilk açanda, hə. Heç nə dostlar, yəni belə. Yəni orada yazmır ki, ay nə bilim, ancaq sənə uşaqlar nə bilim, nə baxır eləyir. Yəni mən statistikanı da göstərdim gördüyünüz kimi şəkildə. Yəni məni böyük yaş kütləsi də izləyir. Yəni kommentdə böyük yaş kütləsi də yazmışdı. Yəni mən xoşuma gələn bir şərhi seçdim də dostlar. Heç nə olsa çox uzatmadan keçid alaq videomuza görək nə gəlir başımıza. Bəli dostlar, indi isə gəlmişik bir dənə yerə. Gördüyünüz kimi bilinçikdən yeyəcəyik. Ətli bilinçikdən, çək bizim.
Ha, sən də bilinç çıxdın, mən də bilinç çıxdım dostlar. İkimiz də 60 qəpik pul, ümumi yox. O da 60 qəpik verdi, Cəmil də verdi, mən də 60 qəpik verdi. Cəmildə də 4 manat 40 qəpik, məndə də 4 manat 40 qəpik. Nəsə ürək sözlərim var, nə demək istəyirsən? Video bəyənin. Aysa, videomu bəyənin, abunə ol. Heç dostlar, indi gəlsin bilinç çıxımız isinsin, yeyək, sonra görək neyini. Bəli dostlar, gördüyünüz kimi bilinç çıxımızı aldıq. Bilinç başqa cürdür. Nə təkdir? Adın nədir? Nəsə bir rus dilində sözdür, heç ona da başa düşənmədim. Sən eşitdin? Yox, eşitmədim. Hə. Heçsən, uşaqlar. 4 manat 40 qəpik. İkimizdə də 4 manat 40 qəpik qaldı. Məndə də 4 manat. Cəmildə də 4 manat. Heçsən bunu qoyaq cibimizə. İndi isə keçid alaq yeməyə. Bəli dostlar, gördüyünüz kimi getdik özümüzə sok aldıq. Bilinçki idi, bilinçkin dadı nətər idi? Çox pis idi yəni. Ya, çox pis idi. Ət idi, bilmirəm nə ət idi, valla o bilmirəm kim bilinçkinin üstə yəqin ki, dadlı olur. Başqa cür bilinçki idi. Elə sizə də deyir, nəsə qəribə atdı orada. Bilmirəm nə ət qatırlar ona. Ona görə ürəyimiz bulandı, getdi bir dənə özümüzə sok aldıq. Sən bir dənə Pepsi aldın, nə qədər pul aldın, qaldı 3.80. 3.80 hazır deyilmi? Bayaqdan fikirləşir ki, o məndən soruşan kimi risk deyim, o bilsin riyaziyyatım güclüdür zat. Hə. Sən nə qədər verdin buna? 60 qəpik verdim, 3.80 qalıb. Mən də 1 manat 20 qəpik verdim. Uşaqlar, məndə 4.40 idi, qaldı məndə 3.20. 3.20 məndədir. Səndə də 3.80 səndədir. 60 qəpik məndən çoxdur. İndi neyniyək? Səncə fikrincə neyniyək? İndi harasa oynamağa gedək. Oynamağa gedək. Yenə PlayStation. Hara? Başqa yer yoxdur. Başqa yeri nə var ay aydın? Başqa nə var? Maraqlı. Çay axırda içərik də bura. Çay axırda içərik. Dostlar, içsəm, sokumuzu içək, sonra görək neyinirik. Dostlar, doğrudan qəşəndi Lipton Ice-dir. Nətərdir kola? Bu nəlidir? Albalı. Albalı. Təzə çıxıb bu deyəsən? Albalıdır. Hə? 1 ildir var. 1 ildir var? Nə bilim? Mənim də xəbərim yoxdur. Bir dənə də Lipton içirik. Lipton çox əjdahadır uşaqlar. Mən əslində başqa bir dənə sok deyəcəkdim, o sok yox idi. Mən özüm təzəlicə bir dənə sok var, ondan çox içirəm. Slavyanka var, üzüm. Siz də içmişsinizsə yazın şərhdə. Çox bomba sokdur da, yəni ləzzət edir. İçmirsən Slavyankadan? İçməmsən? Sən hansını? Ancaq Pepsi? Ancaq Pepsi. Yox, Pepsi yox, Sprite yox. Sprite da, hə. Sprite da qəşəng. Heç dostlar, görək nə inirik, nə əyləncə, oynayaq, nə inəyək, bir dənə əyləncəli, bir dənə yerə gedək, nəsə eləyək də. Bəli dostlar, gördüyünüz kimi gəlmişik toya. Bir dənə mahnı partladım. Nə mahnısı sən bir oxu. Oxuyamısan? Niyə? Oxu da. Nə oxuyum ayda? Ürəyindən bir dənə mahnı dinlə. Nə? Onu bilmirəm bura. Onu bilmirəm. Başqasını. Çəkinməyə. Mənə gəl. Heç dostlar. Belə gördüyünüz kimi gəlmişik konsept anti kafeyə uşaqlar. Nəsə bambulluq eləməyək. Gördüyünüz kimi çox səviyyə. Uşaqlar, oyunlar zatlar var burada. Dostlar, bura 3 manat pul verdik. 1.50 Cəmil verdi, yadımdan çıxdı bağışda. Cəmil verdi, 1.50 də mən verdim. Ümumi 3 manatımız getdi. Məndə 3 manat 20 qəpik var idi. Qaldı məndə 1 manat 30 qəpik. Səndə nə qədər qaldı? Məndə qaldı 1 manat 60 qəpik.
Hə? 1 manat 60 qəpik. 1 manat 60 qəpik qalır. Yox, 1 manat 60 qəpik qalmır. 40. Mənim də beynim yandı. Yola nə qədər qalır? 3.80 idi bunda, 1.50 çıx. Ədə 1.30. 1.30. Məndə nə qədər qalır? Məndə niyə 1.30 qalır bəs? 3.20. 1.50. 1.70 qalır. Yala. Mən də səhv hesablamışam uşaqlar bağışlayın. Hə. Afşım 1.50 məndə 1.30 səndə. Sən bunda nə qədərdir? 3.80. Məndə 3.80 idi. Hə. 1.50 çıxdıq qaldı 1.30. 1.30 niyə qalır? Bırtdaysan ala. Alacan Allah, gözdə. Ala gözdə qayıb beynim yandı. 3.80. 3.80 idi. 30. Sıx. 2.30 qalır bunda. Hə, 2.30 qalır. Hə, 3. Hə. 2.30, hə. Məndə də onda 1.70 qalır. İndi bir tane bina. Hə də, 1.70 qalır da la. Hə. Yo, fisiyo 1.70 qalır, hə. İndi isə dostlar etsə oyunlarımıza keçək. Görək nə əyləncəli oyunlarımız var. Başlatdım. Birinci matram mərcən oynayaq bəlkə. Gəl. 20 qəpik mərcənlə oynayırıq uşaqlar. Ən çox burada 80 xala kimi də ən çox xal. Kim ən çox xal olursa 20 qəpik odur. Heç sən. Konsept Antikafeyə də təşəkkürümüzü bildiririk bu cür şərait yaratdığına görə. Birinci matram 2 dəfə şansımız olsun. Nə olsun? Hə. Ya Allah. Bəxtimə bax ya Allah. Gətir. İndi Cəmil müəllim görə eləyəcək. Başla. Ay, nə qədərdir? Bir dənə bax. 40 xal. Göt ona. 40. Pisəm də mən bu oyunlarda. Heç nə 20 qəpik. Bankrot elədiyim mən. Halal xoşun. Heç nə dostlar, indi burada Cengamız var. Bir dənə burada. Gəl Cengadan oynayaq. Gəl. Allah bu sönmüyor. Bu sönmüyor şu an. İçim yanar, içim kanar. İsyan. Davay. Başla. Cenga. Davay. Üstünü çək. Prosto bu çox çəkəcək. Bunu tezləşdirərik. Bunu. Başla. Mən yenə uşaqlar 20 qəpiyinlə oynayırıq. Bir amca uzun çəkəcək bu. Tezləşdirəcək biz kadrda. Davay. Gəzdim. Gördünüz? Ustasıyam bu işin. Ha belə. İndi PlayStation. PlayStation nə deyib? Hər gün keçirmədə PlayStation bezdi da bizdən. Bu nədir? Bu Uno'dur. Bu nədir bu? Uno, hə. Heç nə dostlar. Bir də şeydə var. Nədir onun adı? Alıb Uno mən bilmirəm axı nətər oynayacaq bunu. Monopoly'dir. Monopoly'də alıb quruz deyir. Monopoly 10 saat gərək oynayasan Monopoly-ni. Cəzalı falan oyunda gərək bunu quraşdırasan, eləyəsən. Heç nə dostlar, bir dənə zala gedək. Uşaqlar, zalda futbol falan oyunu var. Onu da oynayaq. Sonra gedək başqa yerə görək nə edim. Heç nə dostlar, indi isə zala gedək. Bəli dostlar, gördüyünüz kimi gəlmişik. Stol üstü futbol. Göstər bir dənə tam. Dostlar, yəni burada şotu göstərir. Ümumi şot nə qədərdir? 4, 6, 8, 10. Ümumi şot onda burada da var. Burada da var. Burada da topumuz var. Gördüyünüz kimi bir dənə topumuz var. İndi gəl bir dənə düşüyor da. Ən yaxşısı. Tutduğum qəpiyimlə. Sən verirsən. Hə. Deməli, hansı seçsin? Pilləkəni. Mən xəritəni seçirəm. Bizdə mikrofon
eləyim. Sən istəyirsən fırlatmasın yoxsa? Nəsə? Mən tutdum. Mən başlayıram. Ötü başlayır, qapından başlayır. Qapımdan başlayayım, hə. Qırmızı mən. Nəsə, utdu da, təbrik edirəm. Dostluq qazandı, nəminə. Heç nə sonra burayla qutardıq. İndi isə çıxaq çölə, görək nə gəlir başımıza. Bəli dostlar, gəlmiş indi çayxanaya, çayxanada oturmuşuq. Rovnu özdə 4 manat pul elədi də, yəni. Çay düdük, sinikesi ilə, zadı ilə. Heç nə. Gəlsin. Necə idi ora? Antikafe konsept. Süper yeriydi. Çox bomba yeri idi doğrudan. Gün keçirmək olar. Hə, doğrudan qəşəng gün keçirmək olar. Yəni çox əjdaha yerdir. Heç nə dostlar, 4 manat pulumuz elə qaldı. Mən hesablamışdıq da. 1 manat 70 qəpik məndə, 2 manat 30 qəpik. Rovunu düppələmdiniz 4 manat. Çay da ilə şokoladla bir yerdə 4 manatdır. Heç nə gəlsin, çayımızı da içək, videonu da sonlandıraq. Ümid edirik videonu bəyənmisiniz. Neynəsinə videonu? Videoya like edib kanala abunə olmağı unutmayın. Videoya like edib kanala abunə olmağı unutmayın və kommentlərdə də yaxşı fikirlərinizi gözləyirik. Ay sağ ol. Gələcəyin YouTuberi. Başlamazsın YouTube'a yoxsa? Başlamaq Nə vaxt inşallah? bilmirəm. İnşallah yaxşı olar. Heç nə olsa gəlsin, çayımız içək, çayımızda sonra da videonu sonlandıraq. Hə, nə vaxtdan da izləyirdin məni? Videoya ilk başlayın, projenizlərdən. Neçə abunədən? Bax, düppələmdüzlə, düppələmdüz. 2000-3000 verər. 2003-min. Hansı videomuzdan tamamsan? Bu şey. Və bir dənə şey mahnı çalmışsınız. Mahnı, hə, Protime oradan. Hə, yox, ondan əvvəldən də. Onu oynadım, hə, ondan əvvəl. İlk video yanımda, yox. Hansı videodan başlamışam yanımda deyil. Bilmirsən. Gün keçirmə videosuydu. Gün keçirməkdir. Hələ qismət oldu, səndən bir yerdə keçirdi, ya. Hə. Heç nə dostlar, zordur 2 dənə sinikez, çay, yolma. Usta. Qaynar çaylar, değil mi? Dostlar, kanala abunə olmalı, videolara like atmağı unutmayın. Aşağıdakı Instagram hesabını məni takip edə bilərsiniz. Gözəl video fikirləriniz varsa aşağıda şərh bölməsində yazın. Bəyəndiyim, yəni şərhi ürək atacağım ona. Ondan sonra da o videonu çəkəcəm, bəyənsəm əgər. Bir də ki, Vüqara meydan oxuyuram hashtag altında. Görevlərimizi gözləyirəm. Görev nə idi bizimlə? Hə? Sağolunuz. Challenge, görev nə gedir bizdə? Misiya. Missiyanı başqa necə bilir? Allah, nə edirsən Allah? Tapşırıq. Tapşırıq, hə, ayso. Bəli dostlar, tapşırıq verin. Vüqara meydan oxuyuram hashtag altında. Yəni maraqlı olanları etməyə çalışacağam. Bəlkə gələn videoda elədim, bəlkə o biri videolarda elədim. Option belə. Heç nə, başqa nəsə sənin sözün qaldı? Yox. Bir də axırıncı bağlanış sənə. Neynəsinlər? Videoyu bəyənib kanala abunə olmağı unutmayın. Bir də altda çıxan Instagram səhifəni takip edin. Mənim yox, mənim. Ya, bunu da takip edin, qoyacağım səni. Hə, heç nə dostlar, videomuz bu qədər idi. Ümid edirik maraqlı bir video alınar. Belə tipli videolar gəlməsini sizə like edib, abunə olun. Heç nə dostlar, öpürəm sizi, sağ olun, salamat qalın. Əksən bro, elə ki ya çoxdan tam mən gözləyir, sürpriz kimi çıxacam. Əksən dostlar, mənlər bu videoda Bakıda 7 manatdan bir gün keçirdəcək. Pullarımızı göstərim. Görürsünüz belə burada 7 manatımız var. Daha yaxşı göstərim. O qədər çoxdur ki. Neysə, bugün 7 manatdan bir gün keçirdəcək. Yəni, haradasa qab doya bilərəm.
acından ölənə bilərəm. Əgər bu tərz videoların davamını istəyirsən, aşağıdan videonu bəyənin. Kanalıma da abunə olub bildirimləri açmağı unutmayın. Keçdiyi videoya. Dostlar, artıq başlamışıq. Yəni biraz sağlam oranaq vaxtımız geçsin. Yəni görüşərik. Ayaqdan şəlalənin qırağında fırlanırıq. Yəni xeyli bir vaxt keçdi. İndi də suzundan yanıram. Gedib oradan arxada market var. Oradan su alacaq. Yəni gedək. Bəli dostlar, gördüyünüz kimi bir dənə burada 40 qəpiyə kola aldım. A few moments later. Bəli dostlar, artıq sotumuzu da aldıq. Yəni 40 salıq eli ucuzundan aldım ki, pulum çox getməsin. Məndə qaldı 6 manat 60 qəpik. 6 manat 60 qəpiyimiz var. Hələ pulunu yeyib içə bilərik. Ay, səpsəri. Ah, pardon. Bunu alın. Bak bunu buradan alın. Neyse, bunu için bitirip sonra başka bir yerde görüşelim. Bəli dostlar, gəldik artıq McDonald's-a belə bir burger aldı. Qiyməti 1.90'dır. Yəni yeyək bunu. Dostlar, yenə də kırısalıq elədim, pulunu almadım ki, pulumuz məsələsi. Yəni, dadı yaxşıdır, keçək. Bəli dostlar, gördüyünüz kimi Malakan bağında oturmuşuz, yəni buraları çək. Deməli, McDonald's-dan çıxdıq, burgerin qiyməti 1 manat 90 qəpik idi. Bizim də cəmi 4 manat 70 qəpik pulumuz qaldı, indi onu da birazdan xərcləyərik. Deməli, yuxarıda velosiped yer var, açıq olsa oradan bir dənə velosiped göstərərəm, daha maraqlı olar. Yəni belə. A few moments later. Necəs uşaqlar? Görürsünüz, belə bir velosiped götürmüşəm, həqiqətən çox bombadır. Yəni, qışa bir velosipeddir də. Baxınca, heç nə. Ha dur yer gel buradan. Düdüğün biri düdük. Biraz bu ilə bir tur ataq gədə. Sonra yenidən görüşərik, yəni qışa velosipeddir. Maşallah, bir də yadımdan çıxdı. Bunun qiyməti 5 manatdır, da ilə danışdım, 3 manata verdi, sağ olsun. Yəni, bir də onu deyim. Qiymətini demədim. Hadi sen. 4.70 var idi də bizdə. 3 manat bura verdik, qaldı 1 manat 70 qəpik. Dostlar, velosipedimiz də sürdük, qutardı. Yəni həqiqətən çox maraqlı idi. Yəni biraz da yorulmuşam da. Bizim də 1 manat 70 qəpik pulumuz qalıb. Onun indi 70 qəpiyinə enerji içəcək alacağam. Geridə 1 manatımız qalır. Görək o 1 manatla nə edəcək. Uşaqlar, indi yanımda Vüqar var. Sağ ol, yaxşıyam. Çünki isitmə videolarında əjdahası. Əjdahası mənəm də. Nə qədər qalıb pulun? Mən 1.70. 1.70. Yeyə bilərəm onu. Nə bilim, nəsə su aldı özünüz. Soxdan almışsın, maraqlı bir şey. Yox, hələ ki əyləncəli bir şey yoxdur ki, geçsin şeylər. Yaxdan xəydiyə gəlirik, velosiped, nə bilim, McDonald's, gələ-gələ. Şey açıq deyil, meqafonda, girin meqafona, 1.70-dən meqafonda nə edirsin? Option belə uşaqlar, təsdiq olun. Dostumuz, əziyyət çəkir. Bayaqdan burada gün keçirdir, edir, əziyyət çəkir. Ona görə abunə olun, like atın, öpürəm sizi. Uşaqlar, 70 qəpiyə belə bir enerji içəcək aldım. Gördə mən 1 manatım qaldı, onu da qabaqdan nəsə alaram. Ayda, sosu ləzzət edir. Həqiqdən qəşəng sərindir. Pardon. Ha dur yer gel buradan. Düdüğün biri düdük. Şimdi suyumuzu içək. Geridə 1 manat qaldı. Dostlar, 1 manatım qalmışdı. Ona da belə də bir füst aldım. Yəni çay aldım belə qəşəng. Görüm nədədir.
Qəribə dadı var, qəşəng tam, şirindir. Yorum nərəydi? Qardaşım. Bunu alın. Bak bunu buradan alın. Yəni beləliklə pulumuz da qurtarmış oldu. Uşaqlar indi gəldik Gəncəliyə. Həqiqətən evə getmək istəyirik. Ha dur yeter buradan. Düdüğün biri düdük. Üstümüzdə pul azdır deyə gəldik Gəncəliyə. Bu da mı oldu? Amma çox bomba işıqlar var da. Gözlə. Bəli dostlar, bir belə videonun sonuna gəldik. Məncə maraqlı və əyləncəli bir video alındı. Düzdür, biraz videomuz qısa ola bilər, çünki sizi boş-boş kadrlarla sıxmaq istəmədim. Bir də əgər bu videoya qəşəng like partlaması gələrsə, bunun davamını çəkəcəm. Ekrandan çıxan Instagram səhifəmdə girib izləməyi unutmayın. Kanala abunə olun, videonu bəyənin və paylaşın zəhmət olmasa. Bu qədər əziyyət çəkilir, demək olar 5-6 saatdır bu videonu çəkirəm. Nəysə, sağ olun, salamat qalın, özünüzə yaxşı baxın, bay bay.